Niyə? İllər əvvəl özümü dəyişdim. Özümü dəyişdim, nələr dəyişdi? Özümü dəyişdim, həyatımda çözə bilmədiyim hadisələr dəyişdi. Həyatımda tez-tez təkrarlanan hadisələr olurdu. Buna görə çox fikirləşdim, düşündüm və bir gün qərara gəldim ki, baxmayaraq ki, uzun illər məktəbi qurtarmışdım, baxmayaraq ki, yaşım çox idi, amma getdim, o addımı atdım, getdim, ən uşaqlıq arzumu yerinə yetirdim. Yerinə yetirdim və psixoloqluq sənətinə, mənim ən sevdiyim, oxuduqca həyatımı dəyişməyə başladım və onu öz üzərimdə hiss elədim. Özümü dəyişdikcə ətrafımın necə gözəl olduğunu, həyatdan necə zövq aldığımı başa düşdüm. Özümü necə dəyişdim və ya özünüzü necə dəyişə bilərsiniz? Bu çox önəmlidir insanın həyatında. Özünüzü dəyişdikcə həyatın daha çox sevməyə başlayırsınız. Həyatı daha gözəl, daha yaşanıqlı bir yaşamağa başlayırsınız. Bu özünüzü dəyişmək üçün ən birinci nələr etmək lazımdır? Sağlam bədəndə sağlam ruh, sağlam düşüncə olmalıdır. Ən birinci əsas nüans düşüncələrinizi dəyişməkdir. Düşüncələri dəyişmək olan hadisələri qəbul edib buraxmaq lazımdır. Biz hadisələri qəbul elədikcə o hadisələr bizim həyatımızda təkrarlanmır. Bizim həyatımızda təkrarlanmır. Düşüncələri dəyişmək üçün ancaq hadisənin gözəl tərəflərini fikirləşmək lazımdır. Düşüncəni dəyişdikcə ətrafın dəyişir. Düşüncəni dəyişdikcə həyatın dəyişir. Düşüncəni dəyişdikcə hətta aləmdə olan insanlar belə səni başqa cürə görə bilir. Sağlam düşüncə üçün sağlam, gözəl, necə deyərlər, sağlam, gözəl insanda ruh lazımdır. Hər şey insana, düşüncəni dəyişdikdən sonra hər şey insana gözəl gəlir, maraqlı gəlir. Həyatda yaşamaq arzun artır, eləyəcəyin işlər artır. İnsan yaxşı, gözəl düşündükcə insanın bədənində olan gözəl enerjilər artmağa başlayır. İnsanda gözəl enerjilər artdıqca adamın həyatı dəyişilir. Əvvəlcə səhər-səhər duranda başqa şeylər fikirləşirsən, həyatın necə olmağını fikirləşirsən, niyələri fikirləşirsən, həyatında baş tutmayan, ürəyin istəyən hadisələr olmur, onu fikirləşirsən. Amma həyatını, düşüncəni dəyişdikdən sonra onlar öz-özünə gəlir, yerini tapır. Yaxşı düşündükcə həyatında gözəl insanlar gəlir sənin qarşına. Yaxşı düşünmək üçün gözəl cümlələr var, sözlər var, terminlər var. Mən bunları sizin üçün paylaşmaq istəyirəm. Yaxşı düşünmək üçün ən birinci səhər yuxudan oyandıqda bizi yaradan yaradanımıza, Allahımıza şükürlər eləmək istəyirəm. İstəyirəm daha doğrusu. Bizim həyatımızda çox şeylər var ki, şükürlər eləmək üçün. Çox. İnsanın enerjisi aşağı olanda, insan həyatda özünə qapananda o şükürlər insanın yadından çıxır. İnsanı həyatda, cəmiyyətdə gözəl, rahat yaşamaq üçün ən birinci şükürlər eləmək lazımdır. Biz fikirləşə bilərik, nəyə şükür eləyək? İnsanlar fikirləşir, mən bu işim bugün alınmadı, təhsilim yoxdur, o yoxdur, bu yoxdur. Allah bizi yaradan yoxu qəbul eləmir. Biz ancaq mən özümü dəyişdikdən sonra mənim leksikonumda yox, niyə sözünü çıxartdım. Ən birinci dəyişmək istəyirsinizsə ancaq şükürlər eləmək lazımdır. Və o şükürləri mən indi sizlə paylaşmaq istəyirəm və sizə də arzulu edirəm ki,
mənim kimi həyatda düşüncələrinizi dəyişəsiniz. Şükürlərimiz iki cürədir şükürlərimiz, gözəl insanlar. Şükürlər eləyirik əlimizdə olan, şükürlər eləyirik. Məsələn, şükürlər olsun səhər oyandım, şükürlər olsun namaz qılıram, şükürlər olsun sevilirəm, şükürlər olsun dəyərliyəm, şükürlər olsun ailəmə. Hər bir şeyə şükürlər eləmək olar. Və əgər sənin həyatında arzuladığın, istədiyin, gözəl, nəsə bir şey istəyirsiniz, gözəl maşın ola bilər, gözəl ailə ola bilər, gözəl bizim cavanlarımızın bu dəqiqə aktual gözəl universitetə girmək istəməyi ola bilər. Ona görə də Allahdan onu olmuş kimi istəyə bilərsiniz. Şükürlər olsun gözəl maşınım var. Şükürlər olsun tələbə adımı qazandım. Şükürlər olsun həyatda istədiyimə nail oldum. Və bunları, bu şükürlərdən sonra mümkünləri sizlə bölüşmək istəyirəm. Mən həyatımda bu şükürlər və mümkünləri həyatımın bir parçasına çevirmişəm. Və hər gün duranda mən bunları təkrar edirəm. Hər gün təkrar eləmək lazımdır. Bir dənə də nüansı sizlə bölüşmək istəyirəm. Siz bir dəftər götürə bilərsiniz, qələm götürə bilərsiniz və bu şükürlərinizi yaza bilərsiniz. Və bunları 21 gün ərzində yaza bilərsiniz. Mən sizə qaranti verirəm, söz verirəm ki, bu insanlar ki, dəyişəndən sonra yazdıqlarını 21 gündən sonra açıb baxarlar və görərlər onu Allah həyata keçirdi. Bir nüansı da sizlə bölüşmək istəyirəm. Mümkünlər haqqında danışmaq istəyirəm. Bizim istədiyimizi biz Allahdan istəyirik və gözləyirik. Gözləyirik ki, mən bunu dedim, niyə olmadı? Amma gözləmək lazım deyil, mənim gözəl canlarım, gözəl insanlar. Mən deyirəm səhər-səhər, mümkünlər insanın arzusuna, çatmağına ən gözəl vasitədir. Mən noyabrın 7-sində onu bir vaxt çəkib sizlə paylaşa bilərəm. Öz dəftərimə yazdım. Türkiyəyə getmək üçün nələr mümkün? Və mən bu gün mən o arzuma çatmışam. Hesablasaq bəlkə 21 gündə keçib, keçməyib, bəlkə bilmirəm. Amma o nələrdən sonra sizin arzunuzun yerinə yetdiyini siz görəcəksiniz. Nələr mümkün? Bu həyatda nələr mümkün? İstədiyiniz, əlinizdə olanlar üçün bir iş dalınca durub gedəndə onun birinci mümkünlüyünü sormaq lazımdır. Bu şükürlər olsun, mümkünlər olsun, bunlar üçün sözlükləri, cümlələri, söz birləşmələrini düzgün formada demək lazımdır. Mən deyirəm, mən öz həyatımdan paylaşdığım üçün bunu deyirəm. Mənim övladlarım uzaqda yaşayır. Mən ondan bir gün səhər durdum və çox darıxdım. O dəqiqə götürdüm, yazdım. Türkiyəyə getmək üçün nələr mümkün? Yasmin ana ad gününə getmək üçün nələr mümkün? Mənim fikrimcə ki, bu çətinliklə alınır. Tez onu yazıram və onun tez bir zamanda Allahın dərgahında qəbul olduğunu müşahidə eləyirəm, görürəm, şahidi oluram. Bu dəyişimi nə qədər fikrimi çatdıra bildimsə, sizi də dəyişməyə, sizi də gözəl həyata çatmağınıza Allahdan arzu eləyirəm. Bu qədər gözəl insanlar. Öpürəm.